Get dolan fırfıra kimi Kəbənin başına. Bütün günü fırlan oradan. Ne faydası? Buyurur ki, İnnəmə umiru ən yətufu. Deyir Allah, cəmaata bilirsən Allah niyə təvaf əmr eləyib Kəbənin başına dolanmaq? Ki onun başına dolansınlar. Sümmə yənfiru iləyna. Deyir dolansınlar Kəbənin başına, sonra bizə tərəf köç eləsinlər, bizə tərəf, imama tərəf, bizə tərəf gəlsinlər. Bu bir qərargahdır, cəmaat toplaşır ora, təvaf elirlər, rəmzi mənada Kəbəni məşq elirlər ki, adam necə imamının başına dolanar. O daş yol nişanıdır, göstərir ki, bax rəmzi, simvolik bir imam anlayışıdır, imam Kəbə kimidir. İmamın başına dolanmağı burada məşq eləməlidir, sonra qaçmalıdır imama tərəf. Belədirsə oldu təvaf, belədirsə oldu təvaf. Yoksa boş daş başına fırlan. Deyir, fırlan özün üçün. Bizim filmdə deyir. O həmin şeydir. Əvlā ləkə fəəvlā. Vay sənin halına, vay. Thumma əvlā ləkə fəəvlā. Yenə də vay sənin halına, vay. Aləmlərdən ötürü bərəkət və doğru yol göstəricisi kimi insanlar üçün ilk qurulan ev Məkkədədir. Orada aydın nişanələr, İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Müqəddəs evi ziyarət etmək insanların yoluna gücü çatan hər kəsin Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur. Kafir olanlara, insanları həm Allah yolundan, həm də bütün insanlar, istər yerlilər, istərsə də gəlmələr üçün qurduğumuz Məscid-ül Haramdan saptıranlara və orada zülm etməklə haqdan dönmək istəyənlərə ağrılı-acılı bir əzab daddıracağıq. Bir zaman biz İbrahimə müqəddəs evin yerini nişan verib, mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rükû və səcdə edənlər üçün təmizlə demişdik. İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn qayışbaldır dəvələr üstündə gəlsinlər. Sonra həc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim evi təvaf etsinlər.